Gəlin birlikdə dişlərimizi öyrənək. Dişlər daimi dişlərdən və süd dişlərdən təşkil olunmuşdur. Süd dişlərimizin sayı 20 ədəddir. İnsan doğulduqdan 6-7 ay sonra əmələ gələcəkdir. Bunlardan 4 dənəsi köpək, 8 dənəsi kəsici, 8 dənəsi kiçik azı dişləridir. 7-8 yaşından sonra artıq süd dişlərinin yerini daimi dişlər əmələ gələcəkdir. Həmçinin nəzərə çatdırmaq istəyirəm ki, süd dişlərinin kökləri olmur. Daimi dişlərimiz 32 ədəddir. Bunlardan 4 dənəsi köpək, 4 dənəsi kəsici, 4 dənəsi kiçik azı və 12 dənəsi də böyük azı dişdir. Böyük azı dişlərinin 4 dənəsi ağıl dişi adlanacaq və bu da 16-20 yaşdan sonra əmələ gələcəkdir. Azı dişlərinin 3-4 dənə kökü ola bilir, amma digər dişlərin isə 1 dənə kökü olacaqdır. Daimi dişlərdən 16 dənəsi üst çənədə, 16 dənəsi də alt çənədə yerləşəcəkdir. Dişlərimiz tac, boyun və köşkdən təşkil olunmuşdur. Tac görünən hissəsidir, boyun diş əti səviyyəsində yerləşən hissəsi, köş də kənə sümüyündə yerləşən hissəsinə deyiləcək. Dişlərimiz mina qatı, dentin qatı, pulpa qatı və sement qatından təşkil olunur. Mina qatı dişin üzərini xaricdən örtərək onu xarici təsirlərdən, kimyəvi təsirlərdən qoruyacaq. Dentin dişin əsas kütləsidir və canlı mineral toxumadan təşkil olunmuşdur. Pulpa dişin mərkəzində yerləşən canlı birləşdirici toxumadan, həmçinin də pulpa qatı qan damarlar və sinirlərlə zəngindir. Sement qatı dişin kökünü örtür, xüsusi sərt birləşdirici toxumadan əmələ gəlmişdir və yalnız kökdə olacaqdır. Həmçinin nəzərə çatdırmaq istəyirəm ki, insan postembryonal dövründə 52 dənə diş çıxardacaqdır. Bunlardan 20 dənəsi süd dişidir, 32 dənəsi də daimi dişdir. Bu qədər. Belə videoların gəlməsini istəyirsənsə səhifəmi izləməyi unutma. Hələlik.